Hal-hazırda Xalça bazarındayıq. Mən Şah Əsər mağazasının qarşısındayım. Şah Əsər mağazası ilə sizləri yaxından tanış edəcəm. Biraz səbirli olun. Onunla deyim ki, çox gözəl bir xalçalar var. Şah Əsər mağazasının içərisindəyəm və çox gözəl bir xalçanın yanına dayanmışam. Həqiqətən də xalçanın keyfiyyətində söz ola bilməz. Çox yumşaqdır, çox rahatdır. Satış meneceri mətləblə həm söhbət olacaq. Buradakı mağazalar haqqında bizə məlumat verəcək. Xalçalarınız hansı ölkələrdən gətirilir? Türkiyədən gətirilir, İrandan gətirilir, İspaniyadan gətirilir. İran xalçaları bunlardır, Türkiyə xalçaları bunlardır. Mernos, Təbriz, sonra belə ağmallarımız var. Mernosun ağmallarıdır, Gümüş halı var, Kaşmir halı var, Şahisər firması var. Necə mahsus çeşidlər də çoxdur. 50% endirimdir. Bir anla birə hədiyyədir. Keyfiyyəti necədir xalçaların? Keyfiyyəti hər cür malın keyfiyyətinə görə qiyməti var, keyfiyyəti var. Belə təbrizlərimiz var, hər cür çeşidlər var, qiymətləri də var. Sonra hər razmerlərdə də var. Qiymətlər necə? Sərfəlidir ya yox? Bir anla birə hədiyyədir xanım. İndi hal-hazırda bu kampaniya sizə davam edirmi? Edir, bəli. Görürsünüz, hörmətli tamaşaçılar, əgər siz də evinizi bəzəmək istəyirsinizsə, gəlin bir xalça alın, birini də sizə hədiyyə versinlər. Məsəl üçün, mən müştəriyəm və gəlmişəm, bundan xoşum gəlib almaq istəyirəm. Bunun qiyməti və keyfiyyəti haqqında? Bu 250 manatdır. 2-nin 3-ədir. Yunla ipəyin qatışıdır. Əgər siz də almaq istəyirsinizsə, gəlin bu Təbriz xalçasından alın, hətta o balaca xalçanı da hədiyyə götürün. Ümumiyyətlə, belə bir sual verim. Xalçanın keyfiyyəti olub-olmamağını necə müəyyən etmək olar? Xalçanın əsası keyfiyyətli toxunuşundadır, sıxlığındadır. Var 1500 ilmə, var 2020. Hər malın keyfiyyətinə qiyməti də var. Bu Türkiyənin Mernos firmasıdır. Şah Əsərlə Mernos firması. Bu 2-nin 3-ədir. Bu 3500 ilmədir sıxlığı. Bəs yaxşı, uşaq üçün xalçalar varmı? Bəli. Gedək onlara da baxaq. Gördüyünüz kimi bu xalçanın üstündə cizgi film qəhrəmanları var. Uşaqların otağı üçün daha maraqlı olan bir xalçadır. Bayaq dediniz ki, kampaniyalarınız da olur. Necə faiz endirimlər edirsiniz? 55% endirimdir, özü bir anla biri hədiyyə. Məsəl üçün, mən bu xalçanı almaq istəyirəm. Bunun əsl qiyməti? Bunun qiyməti 165 manatdır. 90 manata verər. Mənə elə gəlir ki, çox sərfəli bir qiymətdir. Gəlin siz də Şah Əsər xalça mağazasının bu endirimlərdən, qiymətlərdən yararlanın. Çox maraqlı bir tərzdir. Həqiqətən də qırmızı ilə qaranın qarışığından olan bir xalçadır. Dəri ilə olan xalçalarımız da var. Gəlin gedək baxaq. Bu 800 manat. Bu pələng dərisi ilə olandır. Bəli, bəli. Orijinal bir xalçadır. Ümumiyyətlə, Təbriz xalçaları ilə Türkiyə xalçalarının fərqi nədədir? Model cəhət, modelinə görə fərqləri var. Məsələn, keyfiyyətdən də hər Türkiyənin də keyfiyyətçisi var, İranın da keyfiyyətçisi var. Yəni belələr var, bunlar da yaxşıdır. İran da yəni klassik modellərə, avangard stillərə salır. Amma avangard isə avangarddan ancaq avangard stilli yerlərə salır. Klassik modellər salınmır. Məsələn, Təbrizin var belə naxışları da var. Çox gözəldir. Əl işi çox gözəldir. Bunun içində hər rəngli var. Buna 55 rəng deyirik biz buna. Toxunuşuna görə, sıxlığına görə. Bu 3000 ilməli sıxlığı. Sonra bunun başqa rəngləri də var. Bu isə əl işidir xanım. Mənə elə gəlir ki, bu daha gözəldir. Əl işidir. Bunun qiyməti neçədir? 100.000 manat. Hörmətli tamaşaçılar, Şah Əsər mağazasında yəqin ki, bütün xalçaları gördünüz. Əgər siz də bura gəlmək istəyirsinizsə, evinizi bəzəmək istəyirsinizsə, cehizlik almaq istəyirsinizsə, üz tutun Şah Əsər xalça evinə. Bu xalça mənim diqqətimi çəkdi. Səhv eləmirəmsə, bu yeni bir xalçadır. Bu bir həftə olan maldır, 2014-ün modeldir. Bu ipəklə yunun qaçışır. Bu ipək deyəndə ki, yəni götürüb qaldırmaq, eləmək yüngüldür. Bax, görürsünüz, əzilmir, sınmır, eləmir, yumuşaq maldır. Hansı firmanındır? Badəm firmasının. Belə modellərimiz də var. Sonra belə var. Bu həm klassikə gedir, həm də avangarda gedir. Bunun çeşidi. Bunun içində rozov rənglər olan da var.
Çəhrayı rəngi olanlar. Bir alana bir hədiyyə kampaniyanız qüvvədədir. Nə vaxta kimi bu kampaniya qüvvədədir? Yanvarın 30-una kimi kampaniya davam edəcək. Çox sağ olun dolğun məlumata görə.